Salam əziz dinləyicilər. Bugün mən sizə insanların problemi rubrikası üzrə çıxış edəcəm və bilirsiniz ki, insanların problemləri çoxdur. Mən bu insanların hər bir problemi haqqında müəyyən mövzular tərtib etmişəm ki, hansı ki bu mövzular cəmiyyətdə insanlar üçün müəyyən problemlər yaradır. Və bu amillərin haqqında mən indi mənim mövzuya çıxış etmişəm. Bugünkü mövzumda dərman qiymətlərinin yüksək olması mövzusudur. Siz bilirsiniz ki, insanlar üçün problemlərdən biri də dərmanların qiymətinin yüksək olmasıdır ki, insanlar aşağı təbəqə insanları, yoxsullar, kasıblar deməli, xəstəlik müalicəsi üçün lazımı dərmanlar almağa onların pulları olmur və ona görə də onlar öz xəstəliklərini tam müalicə edə bilmirlər. Bax, belə bu da bir insanlar üçün bir problem yaradır, bu dərman qiymətlərinin yüksək olması. İndi istəyirəm ki, belə bir mövzu üzrə mənim fikirlərimi söyleyeyim, sizin nəzərinizə çatdırım. Səhiyyə sisteminin əsas komponentlərindən biri dərman təminatıdır. Dərmanlar xəstəliklər müalicəsində, sağlamlığın qorunmasında və həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Effektiv müalicə prosesinin həyata keçirilməsi üçün dərman vasitələrinin əlçatan və münasib qiymətli olması vacib şərtdir. Lakin müasir dövrdə bir çox ölkələrdə dərman qiymətlərinin yüksək olması ciddi sosial və iqtisadi problem kimi çıxış edir. Dərman qiymətlərinin bahalığı əhalinin geniş təbəqələrinin müalicə vaxtında və tam şəkildə çıxışını məhdudlaşdırır. Xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkənlər, yaşlılar və aşağı gəlirli ailələr üçün bu problem daha ağır nəticələr doğurur. Dərman qiymətlərinin yüksək olması yalnız fərdlərin deyil, bütövlükdə səhiyyə sisteminin effektivliyinə və sosial rifahına mənfi təsir göstərir. Dərman vasitələri insan orqanizmində xəstələrin qarşısının alınması, diaqnostikası və müalicəsi məqsədi ilə istifadə olunan kimyəvi, bioloji və ya bitki mənşəli maddələrdir. Müasir səhiyyə sistemində dərmanlar müalicə prosesinin əsas və ayrılmaz hissəsi hesab olunur. Dərmanların mövcudluğu və keyfiyyəti əhalinin sağlamlıq göstəricilərinə birbaşa təsir edir. Effektiv dərman müalicəsi xəstəliklərin ağırlaşmasının qarşısını alır, hospitalizasiya hallarını azaldır və səhiyyə xərclərinin ümumi həcmi aşağı sala bilər. Buna baxmayaraq, dərmanların yüksək qiyməti bu müsbət təsirlərin reallaşmasına mane olur. Dərman qiymətlərinin yüksək olması dedikdə, dərman vasitələrinin satış qiymətinin əhalinin gəlir səviyyəsinə və sosial imkanlarına nisbətən həddindən artıq baha olması başa düşülür. Bu vəziyyətdə vətəndaşlar zəruri dərmanları almaqda çətinlik çəkir və ya müalicəni yarımçıq qoymağa məcbur qalırlar. Bahalıq problemi yalnız ixal dərmanlarla məhdudlaşmır. Yerli istehsal olunan dərmanların qiymətlərinin də yüksək olması problemin sistemini xarakter daşıdığını göstərir. Eyni zamanda dərman bazarında şəffaflığın zəifliyi
qiymət artımını da daha da sürətləndirir. Dərman qiymətlərinin yüksək olmasının bir sıra iqtisadi və institusional səbəbləri mövcuddur. Əsas səbəblərdən biri dərman istehsalının və idxalının yüksək xərclərlə müşahidə olunmasıdır. Xam mal, texnologiya, logistika və sertifikatlaşdırma xərcləri dərmanların son qiymətinə təsir edir. Digər mühüm amil idxaldan asılılıqdır. Bir çox ölkələrdə dərman vasitələrinin böyük hissəsi xaricdən idxal olunur. Valyuta məzənələrində baş verən dəyişikliklər dərman qiymətlərinin artmasına səbəb olur. Eyni zamanda dərman bazarında inhisarçılıq və rəqabətin zəif olması da qiymətlərin süni şəkildə yüksəlməsinə şərait yaradır. Dərman qiymətlərinin yüksək olmasına dövlət tənzimləmə mexanizmlərinin yetərsizliyi mühüm rol oynayır. Effektiv qiymət nəzarəti və monitorinq sistemlərinin olmaması bazarda spekulativ qiymət artımına yol açır. Bəzi hallarda dərmanların qeydiyyatı və lisensiyalaşdırılması proseslərinin mürəkkəbliyi rəqabətin azalmasına səbəb olur. Bu isə bazarda dərman çeşidinin məhdudlaşdırılmasına və qiymətin yüksəlməsinə gətirib çıxarır. Dərman qiymətlərinin yüksək olması sosial bərabərsizliyi daha da dərinləşdirir. Maddi imkanı olan şəxslər zəruri dərmanları asanlıqla əldə edə bildiyi halda aşağı gəlirli əhali təbəqələri müalicədən imtina etmək məcburiyyətində qalır. Bu vəziyyət xüsusilə xronik xəstələr üçün ağır nəticələr doğurur. Müalicənin yarımçıq qalması xəstəliklərin ağırlaşmasına və ölüm riskinin artmasına səbəb olur. Nəticədə sağlamlıq sosial statusdan asılı hala gəlir ki, bu da sosial ədalət prinsiplərinə ziddir. Dərmanların yüksək qiyməti ailə büdcəsinə ciddi maliyyə yükü yaradır. Xüsusilə bir neçə ailə üzvünün müalicə ehtiyacı olduğu hallarda dərman xərcləri ailənin əsas gəlirini tükəndirə bilər. Bəzi ailələr dərman almaq üçün digər zəruri xərclərdən, qida, təhsil və ya yaşayış xərclərindən imtina etməli olurlar. Bu isə sosial rifahın azalmasına və yoxsulluq riskinin artmasına səbəb olur. Dərman qiymətlərinin yüksək olması səhiyyə xidmətlərinin effektivini azaldır. Həkim tərəfindən təyin olunan müalicə planının tam yerinə yetirilməməsi tibbi xidmətlərin nəticəsiz qalmasına səbəb olur. Xəstələrin dərmanları almaqda çətinlik çəkməsi, onların səhiyyə müəssisələrinə təkrar müraciət etməsinə, hospitalizasiya hallarının artmasına və ümumi səhiyyə xərclərinin yüksəlməsinə gətirib çıxarır. Bir çox ölkələrdə dərman qiymətlərinin yüksək olmasının qarşısını almaq üçün dövlət tərəfindən ciddi tənzimləmə mexanizmləri tətbiq olunur. Bu mexanizmlərə qiymətlərin dövlət tərəfindən müəyyən edilməsi, genetik dərmanların təşviqi və dövlət satın almaları daxildir. Beynəlxalq təcrübə göstərir ki, genetik dərmanların geniş istifadəsi dərman bazarında rəqabəti artırır və qiymətlərin aşağı düşməsinə şərait yaradır. Dövlətin aktiv rolu dərmanların əhali üçün daha əlçatan olmasını təmin edir. Dərman qiymətlərinin bahalığı səhiyyə sisteminin davamlılığına mənfi təsir göstərir. Xəstələrin müalicənin yarımçıq qoyması, xəstəliklərin ağırlaşmasına və daha baha tibbi müdaxilələrə ehtiyac yaranmasına səbəb olur. Bu isə səhiyyə xərclərinin ümumi həcmini artırır və dövlət büdcəsinə əlavə yük yaradır. Uzun müddətli perspektivdə bu vəziyyət səhiyyə sisteminin səmərəliliyini zəiflədir. Dərman qiymətlərinin azaldılması üçün kompleks tədbirlər həyata keçirilməlidir.
Dövlət tərəfindən qiymət tənzimləməsi mexanizmləri gücləndirilməli, dərman bazarında şəffaflıq təmin olunmalıdır. Yerli dərman istehsalının inkişaf etdirilməsi idxaldan asılılığı azaldar və qiymətlərin stabilləşməsinə kömək edə bilər. Eyni zamanda genetik dərmanların təşviqi və tibbi sığorta sisteminin dərman təminatını geniş əhatə etməsi mühüm addımlardandır. Əhalinin sosial cəhətdən həssas qrupları üçün güzəştli dərman proqramlarının tətbiqi də dərman qiymətlərinin mənfi təsirini azalda bilər. İndi bu dərman qiyməti yüksək olması mövzusuna mən fikirlər söylədim. İndi bu söylədiyim fikirlər əsasında belə bir nəticəyə gələk, belə bir nəticə deyək. Dərman qiymətlərinin yüksək olması müasir səhiyyə sisteminin qarşısında duran ən ciddi sosial problemlərdən biridir. Bu problem əhalinin sağlamlığına, sosial rifahına və səhiyyə sisteminin effektivliyinə birbaşa təsir göstərir. Dərmanların münasib qiymətli və əlçatan olması sağlam cəmiyyətinin formalaşmasının əsas şərtlərindən biridir. Buna görə dərman bazarında aparılan islahatlar sosial ədalət prinsiplərinə əsaslanmalı və əhalinin real ehtiyaclarına uyğun şəkildə həyata keçirilməlidir. Yalnız bu halda səhiyyə sistemi öz əsas funksiyasını tam şəkildə yerinə yetirə bilər. Dərman qiymətlərinin yüksək olması mövzusunu bununla da mən tamamlayıram. İndi növbəti mövzuya keçirəm. Növbəti mövzumuz pensiyaların azlığıdır. Yəni elə təbəqələr var ki, 200 manat, 300 manat pensiya alırlar. Əlbəttə ki, az pensiya alanlar deməli öz maddi təminatını ödəyənmir. Mən dərmanlar ala bilmir. Deyək ki, işıq, qazı, enerjini, xərclərini ödəyə bilmir. Ona görə də pensiyaların azlığı o da cəmiyyətdə insanlar arasında problem yaradan amillərdən biridir. İndi gəlin biz sizə pensiyanın azlığı haqqında da müəyyən fikirlər söyləyək. Pensiya sistemi sosial müdafiə mexanizmlərinin əsas tərkib hissələrindən biridir və yaşlı əhalinin maddi təminatını, sosial rifahını və layiqli həyat şəraitini təmin etmək məqsədi daşıyır. Pensiyalar əmək fəaliyyəti dövründə formalaşan sosial təminat hüququnun davamı kimi çıxış edir və insanın yaşlılıq dövründə əsas gəlir mənbəyini təşkil edir. Buna baxmayaraq bir çox ölkələrdə pensiyanın azlığı ciddi sosial problem olaraq qalmaqdadır. Pensiyaların kifayət etməməsi yaşlı insanların gündəlik tələbatlarını qarşılamaqda çətinlik çəkməsinə, yoxsulluq riskinin artmasına və sosial təcridə səbəb olur. Xüsusilə inflyasiya şəraitində və həyat xərclərinin yüksəldiyi dövrlərdə pensiyaların azlığı problemi daha da kəskinləşir. Bu məsələ yalnız yaşlı əhali üçün deyil, bütövlükdə cəmiyyət üçün sosial və iqtisadi nəticələr doğurur. Pensiya dedikdə müəyyən yaşa çatmış və ya əmək qabiliyyətini itirmiş şəxslərə dövlət və yaxud da digər sosial təminat sistemləri tərəfindən ödənilən müntəzəm pul vəsaiti başa düşülür. Pensiyanın əsas məqsədi insanlara aktiv əmək fəaliyyəti başa çatdıqdan sonra minimum yaşayış səviyyəsini təmin etməkdir. Pensiya sistemi cəmiyyətdə sosial ədalətin təmin olunmasında mühüm rol oynayır. Əmək fəaliyyəti dövründə cəmiyyətə töhfə verən şəxslərin yaşlılıqda sosial təminata malik olması sosial müqavilənin əsas prinsiplərindən biridir.
Pensiyanın az olması isə bu prinsipin pozulmasına səbəb olur. Pensiyanın azlığı dedikdə, pensiya məbləğinin yaşlı insanların əsas yaşayış xərclərini qida, dərman, kommunal xidmətlər, tibbi xidmət və digər zəruri ehtiyacları ödəmək üçün kifayət etməməsi nəzərdə tutulur. Bu vəziyyət pensiyaçıların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır. Pensiyaların azlığı adətən minimum yaşayış səviyyəsi ilə müqayisədə qiymətləndirilir. Əgər pensiya məbləği bu səviyyədən aşağıdırsa və ya ona yaxınlaşmırsa, yaşlı əhali sosial risk qrupuna daxil olur. Pensiyanın azlığının bir sıra struktur və iqtisadi səbəbləri mövcuddur. Əsas səbəblərdən biri pensiya fondlarının maliyyə imkanlılığının məhdudluğudur. Əhalinin qocalması və işləyən əhalinin sayının azalması pensiya sisteminə əlavə yük yaradır. Digər mühüm səbəb uzun illər qeyri-rəsmi məşğulluğun geniş yayılmasıdır. Rəsmi sosial sığorta haqları ödənilmədikdə gələcək pensiya məbləği aşağı olur. Eyni zamanda əmək haqqı səviyyəsinin aşağı olması da pensiya hesablamalarına birbaşa təsir göstərir. İnflyasiya və həyat xərclərinin artımı da pensiyaların real dəyərini azaldan əsas amillərdəndir. Pensiyaların azlığı sosial bərabərsizliyin artmasına səbəb olur. Maddi imkanları olan şəxslərə əlavə gəlir mənbəyə malik ola bildiyi halda, pensiyaçılar yalnız pensiya ilə yaşamağa məcbur qalır. Bu vəziyyət yaşlı əhalinin sosial təcidinə, cəmiyyətin sosial həyatında iştirakının azalmasına və psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Sosial ədalət baxımından pensiyaların azlığı ciddi narahatlıq doğurur. Pensiyanın az olması yaşlı insanların gündəlik həyatına birbaşa təsir göstərir. Bir çox pensiyaçı qida və dərman xərcləri arasında seçim etmək məcburiyyətində qalır. Tibbi xidmətlər və dərmanın bahalığı bu vəziyyəti daha da ağırlaşdırır. Bəzi hallarda pensiyaçılar maddi çətinliklər səbəbindən ailə üzvlərindən asılı vəziyyətinə düşürlər. Bu isə onların müstəqilliyini məhdudlaşdırır və psixoloji gərginliyə səbəb olur. Pensiyaların kifayət etməməsi yaşlı insanların səhiyyə xidmətinə çıxışını məhdudlaşdırır. Dərman və tibbi xidmət xərclərinin qarşılamaq çətinləşir, nəticədə müalicə gecikir və ya yarımçıq qalır. Bu vəziyyət xroniki xəstəliklərin ağırlaşmasına və həyat keyfiyyətinin daha da aşağı düşməsinə səbəb olur. Sağlamlıq probleminin artması isə əlavə sosial və iqtisadi yük yaradır. Pensiyanın azlığı problemi regionlarda daha kəskin hiss olunur. Regionlarda həyat xərcləri bəzi hallarda aşağı olsa da, tibbi xidmətlərin və sosial imkanların məhdudluğu pensiyaçıların vəziyyətini çətinləşdirir. Eyni zamanda regionlarda yaşayan pensiyaçıların əlavə gəlir imkanları şəhərlərlə müqayisədə daha azdır. Bu da regional sosial bərabərsizliyi dərinləşdirir. Bir çox inkişaf etmiş ölkələrdə pensiya sisteminin dayanıqlığını təmin etmək üçün müxtəlif modellər tətbiq olunur. Dövlət, korporativ və fərdi pensiya sistemlərinin kombinasiyası yaşlı əhalinin gəlir mənbəyini şəxələndirir. Beynəlxalq təcrübə göstərir ki, pensiyaların mütəmadi olaraq inflyasiya uyğun indeksləşdirilməsi və minimum pensiya səviyyəsinin müəyyən edilməsi pensiyaçıların sosial rifahının qorumaqda mühüm rol oynayır. Pensiyanın azlığı cəmiyyət üçün bir sıra mənfi nəticələr doğurur. Yaşlı əhali arasında yoxsulluğun artması, sosial xərclərin yüksəlməsinə və dövlət büdcəsinə əlavə yük yaranmasına səbəb olur. Bundan əlavə pensiya sisteminə inamın azalması gənc nəsildə sosial sığorta sisteminə marağı zəiflədir və qeyri-rəsmi məşğulluğu təşviq edə bilər. Pensiyanın azlığı problemin həlli üçün kompleks və uzun müddətli islahatlar tələb edir. Pensiya məbləğinin minimum yaşayış səviyyəsinə uyğunlaşdırılması
və mütəmadi indeksləşdirilməsi vacib adımlardan biridir. Rəsmi məşğulluğun təşviqi, əmək haqlarının artırılması və sosial sığorta sisteminin gücləndirilməsi gələcək pensiyaların yüksəlməsinə müsbət təsir göstərə bilər. Eyni zamanda könüllü pensiya yığımlarının təşviqi də əhalinin yaşlılıq dövründə maliyyə təminatını gücləndirə bilər. Həmişə kimi hər mövzu üzrə mən çıxış edirəm və hər mövzunu yekunlaşdıranda bir nəticə söyləyirəm. İndi bu mövzuya hətta belə bir nəticə söyləmək olar ki, pensiyaların azlığı müasir cəmiyyətlərin qarşısında duran ciddi sosial problemlərdən biridir. Bu problem yaşlı əhalinin sosial rifahına, sağlamlığına və həyat keyfiyyətinə birbaşa təsir göstərir. Pensiya sisteminin əsas məqsədi yaşlı insanlara layiqli həyat şəraiti təmin etməkdir. Buna görə də pensiyanın artırılması və pensiya sisteminin dayanıqlığının təmin edilməsi sosial ədalətin və davamlı inkişafın vacib şərtlərindən biridir. Yalnız bu halda cəmiyyətin bütün üzvləri üçün təhlükəsiz və ədalətli sosial mühit yaratmaq mümkündür. Əziz dinləyicilər, deməli, indi pensiyaların azlığı mövzusunu tamamladım. İndi növbəti bir mövzu haqqında danışmaq istəyirəm. Növbəti mövzumuz sosial təminatın zəifliyidir. İndi bu barədə mən öz fikirlərimi bildirmək istəyirəm. Sosial təminat hər bir dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Sosial təminat sistemi əhalinin az təminatlı, əlil, yaşlı, işsiz, xəstə və digər sosial risk qruplarına daxil olan təbəqələrinin maddi və mənəvi rifahını qorumağı, onların minimum yaşayış səviyyəsini təmin etməyi qarşısına məqsəd qoyur. Müasir dövrdə sosial bərabərsizliyin artması, iqtisadi böhranlar, müharibələr, miqrasiya prosesləri və pandemiyalar sosial təminat sistemlərinin qarşısına ciddi çağırışlar yaradır. Bu baxımdan sosial təminatın zəifliyi həm fərdlər, həm də bütövlükdə cəmiyyət üçün ciddi sosial problemlərə səbəb olur. Sosial təminatın zəif olması insanların həyat keyfiyyətinin aşağı düşməsinə, yoxsulluğun dərinləşməsinə, sosial narazılığın artmasına və ictimai sabitliyin pozulmasına gətirib çıxara bilər. Buna görə də bu mövzunun araşdırılması aktual və vacib hesab olunur. Sosial təminat dedikdə dövlət tərəfindən və ya dövlətin nəzarəti altında həyata keçirilən vətəndaşların sosial risklərdən qorunmasına yönəlmiş tədbirlər sistemi başa düşülür. Buraya pensiya təminatı, sosial müavinətlər, ünvanlı sosial yardım, tibbi xidmətlərə çıxış, işsizlik müavinətləri və sosial xidmətlər daxildir. Sosial təminat sisteminin əsas məqsədi cəmiyyətdə sosial ədaləti təmin etmək, gəlir bərabərsizliyini azaltmaq və hər bir vətəndaş üçün layiqli həyat şəraiti yaratmaqdır. Güclü sosial təminat sistemi olan ölkələrdə əhalinin sosial müdafiəsi daha effektiv həyata keçirilir və yoxsulluq səviyyəsi nisbətən aşağı olur. İndi gəlin sosial təminat zəifliyinin əsas səbəblərini araşdıraq. Sosial təminatın zəifliyinə səbəb olan amillər müxtəlifdir və bu amillər bir-biri ilə sıx əlaqədardır. İlk növbədə iqtisadi amillər mühüm rol oynayır. Dövlət büdcəsinin məhdud olması, qeyri-sabit iqtisadi inkişaf, yüksək inflyasiya və işsizlik sosial təminat xərclərinin azalmasına səbəb olur. Büdcə çatışmamazlığı zamanı sosial sahə çox vaxt prioritet siyasətində geri planda qalır. İkinci əsas məsələ idarəetmə və institusional problemlərdir. Sosial təminat sahəsində şəffaflığın olmaması, korrupsiya halları, bürokratik əngəllər və zəif nəzarət mexanizmləri sosial yardımın həqiqətən ehtiyacı olan insanlara çatmamasına gətirib çıxarır. Üçüncü səbəb demoqrafik dəyişikliklərdir. Əhalinin yaşlanması pensiya sisteminə əlavə yük yaradır. Eyni zamanda əmək qabiliyyətli əhalinin azalması sosial fondlara ödənişlərin azalmasına səbəb olur ki,
Bu da sosial təminatın maliyyələşdirilməsini çətinləşdirir. Sosial təminatın zəifliyi birbaşa olaraq insanların gündəlik həyatına da mənfi təsir göstərir. Ən çox zərər görən qruplar az təminatlı ailələr, yaşlılar, əlillər və işsizlərdir. Zəif sosial təminat şəraitində yaşayan insanlar əsas ehtiyaclarını qida, geyim, tibbi xidmət və təhsil imkanlarını tam şəkildə ödəyə bilmirlər. Bu isə yoxsulun nəsildən nəsil ötürülməsinə səbəb olur. Sosial müdafiə yetərsiz olması insanın psixoloji vəziyyətinə də mənfi təsir göstərir. Cəmiyyətdə ümidsizlik və gələcəyə inamsızlıq yaradır. Bundan əlavə sosial təminatın zəifliyi sosial bərabərsizliyi dərinləşdirir. Gəlir fərqləri artdıqca cəmiyyətdə sosial gərginlik və narazılıq güclənir ki, bu da uzun müddətli perspektivdə sosial sabitliyə təhlükə yaradır. Sosial təminat yalnız fərdlər üçün deyil, dövlət üçün də strateji əhəmiyyət daşıyır. Zəif sosial təminat sistemi dövlətə olan inamın azalmasına səbəb olur. Vətəndaşlar dövlətin onları qorumaq gücündə olmadığına inandıqda sosial müqavilə əlbəttə ki, zəifləyir. Digər tərəfdən sosial problemlərin artması, cinayətkarlığın yüksəlməsinə, qeyri-rəsmi məşğulun genişlənməsinə və kölgə iqtisadiyyatının böyüməsinə şərait yaradır. Bu isə dövlətin vergi gəlirlərinin azalmasına və iqtisadi inkişafın ləngiməsinə səbəb olur. Eyni zamanda sosial təminatın zəifliyi insan kapitalının inkişafına mane olur. Təhsil və səhiyyə çıxış imkanları məhdudlaşdıqca cəmiyyətin intellektual və əmək potensialı azalır. Sosial təminatın zəifliyinin aradan qaldırılması üçün kompleks və uzun müddətli tədbirlər həyata keçirilməlidir. Bu, ilk növbədə sosial siyasət dövlətin əsas prioritetlərindən biri olmalıdır. Sosial sahəyə ayrılan maliyyə vasitələrinin artırılması və onların səmərəli istifadəsi təmin edilməlidir. Şəffaflıq və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi korrupsiya risklərini azalda bilər. Yenə deyirəm, şəffaflıq və hesabatlıq mexanizmlərinin gücləndirilməsi korrupsiya risklərini azalda bilər. Sosial yardım proqramlarının ünvanlı və ədalətli şəkildə həyata keçirilməsi vacibdir ki, yardım həqiqətən ehtiyacı olan insanlara çatsın. Bundan başqa məşğulun artırılması və layiqli əmək şəraitinin yaradılması sosial təminat yükünü azaldır. İnsanların öz gəlirləri hesabına həyatlarının təmin etməsi sosial asılılığı minimuma endirir. Əziz dinləyicilər, indi biz bu sosial təminatın zəifliyi mövzusunu da mən fikirlər söylədik. İndi buna nəticəyə gələk. Bu mövzuat belə bir nəticə söyləmək olar ki, nəticə olaraq demək olar ki, sosial təminatın zəifliyi cəmiyyətin sosial-iqtisadi inkişafına ciddi maneə yaradan problemlərdən biridir. Bu zəiflik həm fərdlərin həyat keyfiyyətinə, həm də dövlətin sosial sabitliyinə mənfi təsir göstərir. Güclü sosial təminat sistemi olmadan davamlı inkişaf və sosial ədalət mümkün deyil. Dövlət, cəmiyyət və fərdlər və bu məsələlərin həllində birgə məsuliyyət daşıyırlar.
Sosial təminatın gücləndirilməsi daha sağlam, ədalətli və rifahlı cəmiyyətin formalaşmasına zəmin yaradır. Bununla da bugünkü mövzunu yekunlaşdırdıq. Hələlik bu qədər. Sağ olun, gələn görüşlərə dək.